Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Orucu pozan məsələlər. Bilirsinizmi, qardaşlar, şəriətdə manelər var. Bütün ibadətlərdə ki, hədd var, sınır var. Bütün ibadətlərdə ki, hətta insanlar o ibadətləri Allahın razı qaldığı şəkildə etsinlər deyə. Nə zərəl olmasın onlara, nə də onlar başqalarına zərəl verməsin. Məsələ, əgər ibadətlərdə tutaq namaz, zöhr namazının həddi olmasaydı, məsələn, 4 rəkət, 4 zöhr namazının fərzi var. Bir insan adətən bilərdim ki, Allah Teala'ya necə yaxınlaşsın da, məsələn, sadəcə namaz gəlsəydi, qıl, namaz, 10 rəkət, 20 rəkət, 30 rəkət, 50 rəkət, 100 rəkət, belə olsaydı, insanların dünyavi mənfəətləri pozulardı. Məsələn, işin var, işinə getməlisən. Amma bilmirsən, Allah səndən 4 rəkət qılıb getsən razı qalacaq, yoxsa 100 rəkət qılmalısan, daima narahatçılıq olacaq. Lakin Rabbimiz hədd qoyub ki, sizdən Allah Azza və Cəllə 4 rəkət fərzin qılmasını istəyir. Və imanın artması üçün, əməlin salih olması üçün, Allah qatında cənnətdə məqamın uca olması üçün də sünnə namazı var. Əvvəl sünnəti və son sünnəti və s. Və həmçin namazın hədlərindən bir insan namaz qılarkən dəstəmazlı olması. Kim necə gəldi, qılmağa haqqı yoxdur. Onun şərtləri var, rukunları var, gərək dəstəmazlı olasan, qıldığın yer təmiz ola, qiblə tərəfə yönəlmiş olasan, ağlın üstündə olmalıdır və s. kimi. İbadətlərdə və şəri əhkamlarda bu hədlərin olması, ibadətin mükəmməl şəkildə əda olması üçün bir vəsilədir. Eləcə də oruç tutmaq, qardaşlar, əgər insanlar oruç tutmaqda hədlər olmasa, insanlar bu oruç tutmaqdan qəti şəkildə faydalanmazlar. Bu hədlər, hududlar insanın islahı olması üçün ən böyük səbəblərdir. Bu manelərdən də, orucu pozan amillərdən də, hansı ki, bütün Ramazan ayı boyu sən diqqət etməlisən o şeylərə ki, hətta səndən baş verməsin deyə, hətta salih adamlardan olasan. Hətta tutduğun oruç sağ fayda versin deyə. Hətta Allah qatında qiyamət günü sən deyəsən ki, ya Rabbi, mən oruç tutdum. Oruclu gedəsən Allah qatına. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bizə səhih hədisdə xəbər vermişdir ki, kim yalan danışmağı, yalan yerə şahidlik etməyi, dillə olan haramları tərk etməzsə, əməllə olan haramları tərk etməzsə, cahilliyi və səfihliyi tərk etməzsə, Allahın ehtiyacı yoxdur ki, o adam yeməyini və içməyini tərk eləsin. Və insanlar olacaq qiyamət günü məhşər meydanında Allahın qabağına gələcəklər, qardaşlar, tutduğu oruclar onlara fayda verməyəcək. Çünki şəriətin əmr etdiyi şəkildə onlar oruç tutmamış olacaqlar. Amma ola bilsin, yeməklərini və içməklərini tərk etmiş olalar. Deməli, orucu pozan, orucu fəsad edən şeylərdən biri, bir insanın ağzı oruc ola zövcəsi ilə ünsiyyətdə olması. Kim bunu edərsə, oruclu olduğu halda orucunu pozmuş olar. O insana vacib olan kəffara, sərt kəffarədir. Etdiyi əməlin çirkin olduğuna görə, çox çirkin olduğuna görə. O da nədir şəriətdə, qardaşlar? Birincisi, qul azad etmək. Qul azad etməlisən ki, hətta Allah Azza və Cəllə səni bağışlasın.
Qul azad edə bilmirsən. Qul azad edə bilmirsən. İndi bu dövrdə o çətindir biraz. Hardan tapacaqsan qulu? Elə qul azad etməyə imkanın olmadığı halda və yaxud da azad ediləsi qul olmadığı halda onda o zaman ara vermədən arxa-arxaya 60 gün oruç tutmalısan. Ara vermədən. Ayədə elə gəlmişdir, ara vermədən. 59 gün tutdun. 60-cı gün tutmadın. Nə olur? Sayılmır. Təzdən başlamalısan, birə qayıtmalısan. Tutaq ki, oruç tuta bilmirsən. Mane var, oruc əhlindən deyilsən. Onda nə edəcəksən? 60 adam yedirdəcəksən. Necə ki, hədis gəlmişdir, bir nəfərdən baş verir Peyğəmbər s.ə.v dövründə. Peyğəmbər s.ə.v ona deyir ki, get qul azad elə. Deyir, ya Rasulallah, imkanım yoxdur. Deyir, get 60 gün oruç tutqinin. Deyir, ya Rasulallah, onu da bacarmıram. Deyir, onda get 60 adam yedirtqinən. Deməli, 60 gün oruç tuta bilməyəndən sonra 60 adam yedirdirsən və bu sənin üçün kəffarə olur. Əgər vacib oruç tutmuş olmazsansa, sənə vacib olduğu halda, məsələ, səfərdə olan kimi, belə olduğu halda həmin insana lazımdır sadəcə həmin günün qəzasını etmək kəffara vermədən. Çünki müsafir oruç tutmaq vacibdir Ramazan ayında. Vacib deyil. Həmin müsafirdən bu şey baş versə, onda o zaman o həmin günün orucunu nə edir qardaşlar? Həmin günün orucunu tutur, amma o insana bu sərt kəffara yoxdur. O birisi məsələlərə, növbəti orucu pozan məsələlərə inşallah gələn dərsdə toxunacaq. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin. Rahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Və salatu və səlamu alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin. Əmmə ba'd. Keçən dərsdə zikr elədik Allah Azza və Cəllənin izni ilə ki, orucu pozan bir çox şeylər var. Və orucu pozan şeylərdən biri də dedik ki, bir insan Ramazanda ağzı oruc ola-ola zövcəsi ilə ünsiyyətdə olması. Bu birinci amil idi. İkinci, qardaşlar, orucu pozan şey bir insanın bilərəkdən yeməsi və yaxud da içməsi. Bir insanın bilərəkdən yeməsi və içməsi orucu pozur. Və yaxud da bu yemək və içmək istər ağız vasitəsilə olsun, istərsən burun vasitəsilə olsun. Əgər sənin mədənə çatası bir yeməyi yedinsə, sən tutduğun oruc pozulur. Hansı yemək olursa olsun, hansı içmək olursa olsun. Hətta elm əhli deyir ki, bir insanın buxur tüstüsünü udması, buxur bilirsiniz, ərəblərdə çox istifadə olunur. Odun növüdür, qardaşlar, odun növü, odun. Gözəl iy verən, gözəl qoxu verən, onu yandırırlar közlə, o başlayır tüstülənməyə. O tüstüləndikcə o tüstü evin harasına çatsa, oradan uzun bir müddət gözəl qoxu iy gəlir. Bu da adətən əgər təmizdirsə, tüstü çıxır. Amma başqa ağaçlardan çıxan tüstünün növündən deyil. Yəni adamın gözünü acılamır. Tüstüyə tutsan gözünü
gözünü acılamır. Yəni, bir növdür bu. Ona görə hətta bunu belə iyləməyi, bu tüstünün içində belə durmağı elm əhli bəyənmir, bunu cinayət adlandırırlar. Lakin insan gözəl qoxuları iyləyə bilər. Ətir və s. kimi qoxulardan insan istifadə edə bilər. Çünki sadəcə iyin özü orucu pozan amillərdən deyil. Üçüncü orucu pozan amil, bir insan yemək və içməyi əvəz edən hər hansı bir şeydən istifadə etməsi. Məsələ, qida iynələri. Bəzi iynə növləri var, qardaşlar. Bəzi sistem növləri var. Yeməyi əvəz eləyir. Yeməyi əvəz eləyir. Yəni, insanı aclıqdan və susuzluqdan Allahın izni ilə qoruyur. Acılığının və susuzluğunun getməsinə səbəb olur. Bu cür iynələri də insan oruculu olarsa vurması qadağandır. Amma yeməyi əvəz eləyən iynə olmazsa, sadəcə müalicə üçün, xəstəliyi gedirmək üçün istifadə edilən iynə olarsa, ondan istifadə etmək olar. İstərsən damar vasitəsilə vurulsun, istərsən əzələ vasitəsilə vurulsun, fərqi yoxdur. Və aynı həmin hökmdədir, qardaşlar. Bəzən görürsən ki, Ramazanda bəzi insanların dişləri ağrayır və dişlərini gedirlər çıxartdırmağa, ağrı kəsici iynə vururlar ki, dişi çıxartsınlar. Bu da problem deyil. Ağzın oruculu, iynə də vurdura bilərsən, dişini də çəkdirə bilərsən. Lakin bir şərt var ki, o qanı udmayasan. O qanı udsan birdən, oruc pozulur. Amma qanı udmasan, həkim məharətli olsa, qanı çəksə, çıxartsa, sənin orucuna heç bir zərəli yoxdur. İstərsən başqa xəstəlik növləri olsun. Önəmli olan nədir? Vurdurduğun iynə, yeməyi və içməyi əvəz edən iynəsi olmasın. Xəstəlik iynələridirsə, bəzi insanlar var, iynələr vurdurur, müəyyən müalicələr götürür deyə. Onlardan istifadə etmək olar. İstərsən damara vursunlar, istərsən əzələyə bunun fərqi yoxdur. 6-cı, neçə olmuşdu? 3 mü olmuşdu? 3 olmuşdu. 4-cü, qardaşlar, orucu pozan şey, 4-cü, bir insanın qəsdlə qusması. Qəsdlə qusması. Əgər bir insan qəsd eləmədən, unudaraq, yeyib içərsə və yaxud da bir insan qəsd eləyərək qusarsa, onun orucu pozulmur. Hər ikisinə də dəlil var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, kim unudaraq yeyib və içərsə, orucunu davam etdirsin. Çünki onu Allah yedizdirib içizdirmişdir. Və həmçinin qusmaq məsələsində Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis var ki, kim məcbur olaraq qusarsa, orucunu tutsun, kim özü qusarsa, orucunu qəza eləsin. Bu mənada. Bəzən görürsən ki, insanda müəyyən xəstəliklər ucbatından özündən asılı olmayaraq qaytarma var. Qaytarır, yəni qusur. Səndən asılı olmadan, sən özün qəsdlə etmədən bu şey olarsa, orucuna davam edirsən. Əgər sən özün qəsd eləsən bu şeyə, onda o zaman orucunu qəza edirsən. 5-ci orucu pozan şey, bu da təbii ki, qardaşlar, qadınlara məxsusdur. Amma zərəli yoxdur. Kişilər də bunu bilməsi vacibdir. Çünki ola bilsin ki, sənin zövcən var və sənin qızın var
və s. kimi sənin hökmün altında olan adamlar var ki, sən onları öyrətmək sənin üzərində vacibdir. 5-ci orucu pozan şeylərdə bir qadının heyz və yaxud da nifas olması. Qadın nifas oldusa, heyz oldusa oruç tutmur. Lakin namaz qılmır. Lakin Ramazan nə zaman təmizlənərsə, onda o zaman sadəcə orucu qəza eləyir, namazı isə qəza etmir. Bunların hamısı, qardaşlar, sizlərə dediyim bu 5 növ icmadır. Əhl-i sünnə icma eləyib ki, bunların hamısı orucu neynir? Pozur. Lakin ixtilaflı bir dənə məsələ də var. Və yaxud da bu ixtilaflı məsələyə girməzdən qabaq başqa bir növü də var. Onu da zikr eləyim. O da olsun 6-cı növü. O da bir insan mənini qəsdlə çıxartması. Zövcə ilə ünsiyyətdə deyil, başqa bir yola çıxardır. Oruç pozulur. Oruç nə olur? Oruç pozulur. Və ona görə də həmin günü kəffara gərəkdirir. 7-ci, hansı ki o məsələdə ixtilaf var, bir insan ağzı oruculu ola hicama etdirməsi. Hicama bilirsiniz nədir? Hicama qan aldırmaq bədəndən. Bədəndən qan aldırmaq. Yəni, əvvəl bu əslində sünnədir, hicama etdirmək, həm də müalicədir. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, şəfalı olan şeylərdən biri də hicam etdirməkdir. Yəni, Allah şəfa qoyduğu şeylərdən biri də nədir? Hicam etdirmək. O alət olur, əvvəlki dövrlərdə yəqin ki, taxtadan olub, ya palçıqdan düzəldiblər. İndi də dəmirdən var o alətlər, bəlkə əvvəldən də olardı dəmirdən yəni. Adətən onlar dəmirdəndilər və yaxud da plasmasdan. Dolça stakan şəklində olan bir şeydir. Onunla odu salırlar, kağızı yandırırlar və yaxud odu onun içindəki oksigen qazı öldürdükdən sonra insanın bədəninə qoyurlar. O havasızlıqdan bədəndəki qanı neynir? Çəkməyə başlayır. Elə bir ki, bədəndəki bütün çirkin və yaxud da faydasız qanların hamısını ağza yığır. Sonra onu iti bir alətlə az-az kəsirlər insanın dərisinin üstünü, təkrar onu həmin yerə qoyurlar, o çirkin qanları çəkməyə başlayır. Və sonra o qanı bədəndə yeni qan əvəz eləyir. Bununla insanın bir çox xəstəlikləri, məsələ xüsusən də soyuqlaması, xüsusən də davleniya, təzyiq xəstəlikləri, xüsusən də bəzi soyuqlamalar, bədəndə olan revmatizmi və hətta paraliz xəstəliklərini bununla belə bəzi yerlərdə müalicə eləyirlər. Qan aldırmaq, qısacası hicama etdirmək, ağzı oruc ola, bəzi elm əhli deyir ki, orucu pozur. Çünki hədis var Peyğəmbər sallallahu aleyhi və səlləmlə ki, hicam edən də, etdirən də orucunu pozmuşdur. Bu məsələdə təbii ki, ixtilaf var, qardaşlar. Çünki icma deyil bu. Lakin hədis olduğuna görə bu məsələdə nas, ona görə də burayı daha çox dəstəkləyirik ki, ehtiyata da bu daha uyğundur ki, ağzın oruc oldusa, hicama etdirməklə, qan aldırma, hicama məqsədi ilə, hətta ixtilafdan çıxmış olasan. Lakin bir məsələ qalır, qardaşlar. O da, bir insan analiz üçün qan verə bilərmi o zaman? Analiz üçün qan verə bilərsən. Elm əhli deyir ki, müalicə üçün, yəni analiz üçün bir balaca qan çıxartdırmaqda zərər yoxdur. Orucu insanın pozulmur. Nəyə görə? Çünki o az bir qanın çıxması bədənə təsir etmir. Amma hicamada fərqlidir. Hicamada çox qan çıxır, bir. İkincisi də insanlarda ola bilər ki, adamdan adama fərq var, hicamadan sonra təsirlənmə baş verir.
halsızlıq baş verir, yatmaq istəyirsən və yaxud da gəzə bilmirsən, başın fırlanır və müəyyən yeməklərdən də həkimlər bugünkü gündə uzaq saxlayır ki, məsələ çay, isti, yağ tərkibində yağ olan şeylər yeməklə ən azından bir 8 saat. Deməli, hicamanın bədənə böyük təsiri var. Amma analiz üçün bir balaca qan çıxartdırmaqla bədən təsirlənmir. Ona görə də Şeyx Muhammed ibn Salih Əl-Ütheymin rahimehullah deyir ki, qanın çıxardılması hicamaya qiyas olunmur. Çünki o, bədənə təsir edəməyən kiçik qan çıxartmasıdır sadəcə. Amma hicamanın qan pozur, hicama etdirmək, orucu pozur deyən alimlərin ən məşhurlarından biri də Şeyx İbn Ütheymindir. Deməli, qardaşlar, biz bu dərsdə və bundan öncəki dərsdə bildik ki, orucu pozan 7 dənə amil var. Birincisi, insan oruclu olduğu halda zövcəsi ilə ünsiyyətdə olarsa, orucu pozulur. İkincisi, bilərəkdən yeyib içərsə. Üçüncüsü, yeyib içməyi əvəz edən, iynə vurdurarsa, başqa bir nəsə istifadə edərsə. Dördüncüsü, bilərəkdən qusarsa. Beşincisi, nifas və heyz halında qadın olarsa, bu baş verərsə. Altıncısı, insan qəsdlə mənini çıxardarsa. Yedincisi isə hicama etdirərsə. Bunları unutmayın qardaşlar. Dərsləri dinləyə bilməyən, ya imkanı olmayan, ya şəraiti olmayan, ya hökmünü bilməyən, savadsız adamlarla, oruç tutanlarla qarşılaşarsınızsa, bunları da onlara anlatın ki, onlar oruclu olduğu halda bu xətalara yol verməsinlər. Allah Azza və Cəllə bizləri salih bəndələrindən etsin. Amin. Və dinimizi öyrənənlərdən etsin. Amin. Bilmədiklərimizi öyrənib, bildiklərimizi əməl etməyi nəsib eyləsin. Amin. Sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə əlihi və sahbihi əcməin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və səlamu alə əşrafil ənbiyə vəl-mürsəlin. Nəbiyyə Muhammed və alə əlihi və ashabihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin əmmə ba'd. Keçən dərsdə qardaşlar zikr elədik orucu pozan amillərə. Hansı şeylər orucu pozur? Və qeyd etdik ki, 7 şey var ki, onları kim edərsə orucu onun pozulur. Onların 6-sında icma var, birində isə ixtilaf var. Lakin dedik ki, doğru rəy odur ki, onu edən də artıq orucunu pozmuş olur. Bunları qısa şəkildə deyəcəm və sonra bu məsələ ilə ilgili önəmli, hansı ki, əksər müsəlmanlar ya bunu bilmir, ya unudublar, ya da bu şeydən nədirlər qardaşlar, beyxəbərdirlər. O məsələlərə toxunacaq Allah Taala'nın izni ilə. Deməli, qeyd etdik ki, orucu pozan şeylərin birincisi, insan ağzı oruçkən Ramazanın gündüz vaxtı zövcəsi ilə ünsiyyətdə olması. Birinci. İkincisi, bilərəkdən yeməsi və içməsi. Üçüncüsü, yemək və içməyi əvəz edən dərmandan və yaxud da iynədən istifadə etməsi. Dördüncüsü, bilərəkdən qasdla qusması, qaytarması. Beşincisi, qadınlarda nifas və heyzin baş verməsi. Bu da qardaşların biri soruşdu ki, dərsdən sonra nifasla heyz nədir? Biz bilirik ki, heyz hər qadının hər ayda başına gələn müəyyən günlərdə olan xəstəlikdir. Nifas da doğumdan sonra qadının başına gələn, qadından axan qandır. 5 mi oldu bu? Altıncısı, bir insan qəsdlə mənini ixrac etməsi, çıxartması. Yedincisi isə hicama etdirməsi. Elm əhli deyir ki, bəzi elm əhli deyir ki, bunların orucu pozması 3 şərt
Əgər olarsa, onda o zaman olur. Yəni, bunların orucu pozması 3 şərtin cəm olduğu yerdə olur. Deməli, gərək bunu edənlər hökmünü bilmiş olsun və yaxud da vaxtını bilmiş olsun. Bu birinci şərt. İkinci şərt, bunu bilərəkdən etmiş olsun. Üçüncü şərt, bunu istəyərək etmiş olsun. Deməli, birincisi, hökmünü və vaxtını bilmiş olsun. İkincisi, bilərəkdən bunu qəsdən etmiş olsun. Unudaraq deyil, yəni. Üçüncüsü də onu özü istəyərək. Buna bir balaca açıqlama verəcəm ki, inşallah, yəni bu şər'i elm olaraq yadınızda qalsın. Məsələ hökmünə gəldikdə, dedi ki, birinci şərt hökmünü bilmiş olman. Bir insan əgər bilmirsə, oruç tutur, amma bilmir ki, hicamə etdirmək orucu pozur. Bilmir. Biz ona, əgər bu adam hicamə etdiribsə, oruçlu ola, bilmədiyinə görə biz ona demirik, orucu qaytar. Nəyə görə? Çünki hicamın orucu pozduğunu bilmirdi o adam. Və Quran-ı Kərimdə ayə var, Əl-Baqara surəsinin 286-cı ayəsi. Rabbana la tuaxidna in nəsinə əv axta'na. Ey Rabbimiz, biz bilməyərək, xəta olaraq etdiyimiz günaha görə bizi cəzalandırma. Muhammed sallallahu aleyhi və səlləm də deyir ki, Allah Teala dedi ki, qad fəaltu. Bəli, mən bunu edirəm. Yəni, sən bilərəkdən, bilməyərəkdən, xəta edərək bir günahı edirsənsə, bir xətanı edirsənsə, Allah Azza və Cəllə onu nə edir? Allah Teala onu bağışlayır. Həmçinin Buxaridə və Müslimdə hədis var. Adi ibn Hatim radiyallahu anhudan o Quran-ı Kərimdə ayə var. Allah Azza və Cəllə deyir ki, ağ sapı qara sapdan seçənə kimi yeyin için. Adi ibn Hatim radiyallahu anhu bu ayəni oxuyanda gətirir, bir qara sap qoyur qabağına, bir də ağ sap qoyur, başlayır yeməyə. Ta onları bir-birindən seçənə kimi yeyirmiş. Təmiz ağarana kimi. Elə bilirmiş ki, ayətdə gələn məna gerçəkdən sapları baxıb. Yəni, gerçəkdən onu göz vasitəsilə seçənə kimi yeməlisən. Peyğəmbər sallallahu aleyhi və səlləmə bu xəbər çatdıqda, Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edir ki, ona, yəni, hansı ki, Baqara surəsinin 187-ci ayəsində gəlib, bayaq dediyim ayə, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, İnnəmə zəlikə bəyadun nəhəri və səvadun leyl. Peyğəmbər s.ə.v deyir, orada ağ sapı, qara sapdan seçmək, yəni gecənin bitməsi, gündüzün başlanması nəzərdə tutulur. Yəni, ayədə nəzərdə tutulan odur ki, sabah namazının əzəninin vaxtına kimi yeyin. O, yəni ki, illa da sapın olması nəzərdə tutulmur. Burada da hikmət var, qardaşlar. İnsan yaşlı ola bilər, insan gənc ola bilər, düzdürmü? İnsan yaxşı görə bilər, insan zəif görə bilər. Əgər bu gerçəkdən belə olsaydı, biri gözü yaxşı görür, bir saat qabaq yemək, içmək saxlayır, o birisi də gözü məsələ 6 nömrə açqı ilə baxır. O da laf günah çıxmamış görməyəcək onu. Onda gərək yeməli idi. Ona görə burada ibrət, yəni ki, şəriətdə bu misalda nəzərdə tutulan o idi ki, yəni gecənin bitdiyi vaxt fəcrin doğduğu vaxt. Fəcrin doğduğu vaxtla gecənin bitdiyi vaxt şəriət mənasına görə sabah namazının əzanına qədərdir. Sabah namazının əzanı olduqda artıq gecənin ömrü bitmiş olur. Oradan o tərəfə dan yeri ağarmağa başlayır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona bunu bəyan edəndən sonra ona əmr eləmir ki, elə etdiyin orucları təzdən qaytar. Çünki hökmünü bilmirdi. Qaytar demir. Sadəcə bu düzgün başa düşməyibmiş. Buradan, bu dəlildən nə çıxardırıq? İnsan hökmünü bilmədən bir şey eləyərsə, o ona görə orucu qaytarmır. Və yaxud da qardaşlar, vaxtı bilməsi şərtdir. Yəni, bir insan bilməlidir ki, günəş batdıqdan sonra iftar etməlidir. Da ulduzun çıxmağını gözləmək olmaz. Bu yahudilərdədir. Yahudilər oruç tutduqları zaman ulduzu görmədikcə iftar etmirlər. Yemirlər yəni. Bu bəzi müsəlmanlara da keçibdir yahudilərdən. Onlar da oturub
ulduzun çıxmağını gözləyirlər. Necə ki, rafizilər. Ən məşhur misal rafizilər. Hal-hazırda həmin etiqaddadırlar. Yahudilərdən keçmədi bu əslində. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, günəş batdısa, yəni məğribin əzanı oldusa, artıq iftar etməlisən. Sünnə budur. Əgər bir insan birdən zənn eləsə ki, günəş batıb və iftar elədi və sonra bəyan oldu ki, günəş batmayıb, vaxtı bilmədi. Onda o zaman da elm əhli deyir ki, doğrusu odur ki, həmin insanın tutduğu orucu səhihdir. Orucu batil deyil. Nəyə görə? Çünki batdığını zənn eləyirdi, amma zənn elədiyi kimi olmadı bu. Buxaridə hədis var, qardaşlar. Buna dəlil olaraq Əsmə bint Əbi Bəkir radiyallahu anhədən və yaxud da anhumədən. Əsmə Əbu Bakr Sıddıq radiyallahu anhunun qızıdır. Deyir ki, Aftarna fi ahdin nəbiyyi sallallahu aleyhi və səlləm fi yevmin qayyim thumma tala'atiş şəms. Buxaridə hədis, qardaşlar, 1959 nömrəli hədis. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm dövründə bulutluq bir gün idi, bulutluq və biz günəşin batdığını zənn etdik və iftar etdik, orucu açdıq. Biz orucu açdıqdan sonra günəş çıxdı buludun arxasından. Və gəlməyib ki, burada Peyğəmbər sallallahu aleyhi ve sellem onlara desin ki, sizin tutduğunuz oruç qəbul deyil idi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bizə şəriəti bəyan eləyən idi. Əgər bunu bəyan eləmək lazım olsaydı, onun orucunu batil olmuş olsaydı, Peyğəmbər sallallahu aleyhi ve sellem onu bizə bəyan eləyərdi. Peyğəmbər sallallahu aleyhi ve sellem belə bir hadisədə bəyan etməməsi dəlildir ki, onların tutduğu oruclar səhih sayılır. Yaxşı, burada bir məsələ var. Tutaq ki, həmin hadisə bizim başımıza gəldi. Sən deyə bilərsənmi günəşi görəndən sonra biz açdıq, davam eləyək, axıra kimi yiyək? Xeyr. Günəşin çıxdığını gördünsə, yemək əsnasındasansa, orada yeməyi dayandırırsan. Və orucu təzdən davam edirsən, ta təkrar günəş batana kimi. Batandan sonra təzdən iftar edirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, qardaşlar, həmçinin Mən nəsiyə və huvə saimun fəəkələ əv şəribə fəl yutimmu savmahu fəinnəmə at'aməhullah və saqahu. Hədis Buxarıda, Müslimdədir. Kim unudaraq yemək yiyərsə və içmək içərsə, orucunu davam etdirsin. Çünki Allah azza və cəllə onu yedizdirmişdir və içizdirmişdir. Əgər bir insan, ikinci şərt nə idi? Xatırlayaraq, əgər yesə, orucu batildir. Əgər bir insan unudaraq yesə, orucu səhihdir. Bayaq dediyim dəlil ona aid idi. O da ikinci şərt idi. Üçüncü şərt o idi ki, bir insan özü istəyərək bayaqki keçən şeylər etməlidir. Məcbur olunaraq yox. Məsələn, bir insan, Allah bütün müsəlmanları qorusun, kiminsə başına silah dirəyib, öldürür, desə ki, mən səni öldürəcəm, illa zina etməlisən, oruc ola. Bu insan bu haramı eləyərsə, həmin insanın orucu pozulmur. Çünki bu adam məcburan etdirilir. Və yaxud da bir adamı təhdid edirlər ki, mütləq yemək yeməlisən, içmək içməlisən. Yemək yesə də, içmək içsə də bu təhdid altında o insanın orucu pozulmur. Nə üçün? Çünki bunu bu adam istəyərək qəsdlə eləmir. Kərahət halında olunur. Kərahət halında olunan hökmlər də sən ona görə də qınanmırsan. Və elm əhli Şeyx İbn Ütheymin rahmehullah deyir ki, buna daxildir kim qəsd eləmədən dəstəmaz əsnasında su udarsa birdən. Dəstəmaz alanda birdən özündən asılı olmayaraq birdən boğazına su gelir. Udursan suyu. İbn Ütheymin rahmehullah deyir, belə olduqda da orucun pozulmur, davam edirsən. Amma bir insan ağzında suyu alır, başlayır suyla oynamağa. Su saxlayır ağzında. Yəni ki, birdən qurtuldadır. İçir. Belə olduğu halda nə olur? Oruc pozulur. Amma qəsd eləmədən bu şey baş verərsə, nə olur qardaşlar? Pozulmur. Və yaxud da bir insan yatır. İstər evli olsun, istər subay olsun, fərqi yoxdur.
saat 2'də yatırsan, birdən duşunda ihtilam oldun, yuxunda ihtilam oldun, durdun gördün ki, cünub olmuşsan. Belə olduğu halda sən qusl edirsən, orucuna davam edirsən, orucu kəsmirsən. Nəyə görə? Çünki onun qabağını almaq sənin əlində deyil. Bu, yuxuda olan bir hadisədir. Aydındır cəmaat. Son olaraq da o məsələyə 2 məsələ qalır. Ona da inşallah toxunum. Birincisi misvak işlətmək məsələsi. Bəzi hənəfilərdə acayip fikirlər var. Bəzilər deyir ki, əgər misvak köhnədirsə, o mənada ki, dad vermirsə, dadı tamı qaçıbsa, işlədə bilərsən. Bəzilər deyir ki, ginortadan işlədə bilərsən sadəcə. Çünki ginortadan sonra acırsan, ehtimal var ki, misvakı yeyərsən. Misvakda hiss elədiyin tamı qəsdlə udarsan. Lakin deyirik ki, bunların heç biri doğru deyil. Nə üçün doğru deyil? Çünki Muhammed sallallahu aleyhi ve sellem Ramazanda da, qeyri-Ramazanda da, günortada da, axşamda da daima misvakı işlədərdi. Bütün sahabələr bu şeydə icma eləyib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, لَوْلَا أَنْ أَشُقَّ عَلَى أُمَّتِي لَأَمَرْتُمْ بِهِ عِنْدَ كُلِّ صَلَاتٍ. Başqa bir rivayətə عِنْدَ كُلِّ وُضُوءٍ. Əgər mən ümmətimə misvak işlətməyi çətin olduğundan qorxmasaydım, onlara çətin olar deyə qorxmasaydım, əmr edərdim ki, bir rivayətdə hər namazda dişlərini misvaklasınlar, bir rivayətdə hər dəstəmaz aldıqda dişlərini misvaklasınlar. Yəni Peyğəmbər s.ə.v bunu istəyib ki, ümmət misvakdan istifadə etsin. Və deməyib ki, Ramazan istisna. Oruç istisna deməyib, umumidir bu. Ona görə ən doğru rəy nədir? İstərsən səhər, istərsən axşam, istərsən oruçlu, istərsən qeyri-oruçlu. Sən misvakı tərəddüdsüz şəkildə işlədə bilərsən. Elhamdülillah Rabbil aləmin. Sonuncu məsələ, bir insan əgər Ramazanda günəşin istisindən sərnimək istəyərsə, yəni o qədər tutaq ki, ya susamışsan, ya istilikdən, havanın isti olmağından halsızlamışsan, belə halda sən sərnimək üçün sudan istifadə edə bilərsənmi, çimə bilərsənmi, sərniyə bilərsənmi və s. kimi? Bəli, biz deyirik ki, bir insan ağzı oruclu olsa belə çimə bilər. Hətta dənizdə belə, hətta axan çayda belə, hətta hamamda belə və yaxud da bir küpün içinə girib çimir məsələn. Lənin içinə girib, vannanın içində yatırsan, çimirsən. Başını da batırırsan. Hamısı olar. Amma bir şərt var. Nədir? Udmayasan suyu. Suyu udmayasan. Qulaqdan su mədəyə gedə bilirmi? Qulağına su da olsa birdən mədəyə gedə bilmir. Çünki Allah Azze ve Celle qulaqla mədə arasında qulaqla mədənin arasını bağlayıb. Burnundan uda bilirmi? Uda bilir. İnsan burnundan, çünki burunla boğaz hava boruları xırtməkdəndir. Bu qırtlaqdan aşağıda birləşir. Deməli, çinmək olar, sərnimək olar, bir şərti var ki, su udmayasan. Buna dəlil var, dəlil var. İmam Abu Davudda Kitab-ı Savm babında, oruc kitabında gəlmişdir ki, hədisin nömrəsi 2365 nömrəlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm başından oruclu olduğu halda su tökərdi, susuzluğunu gedirtmək üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu olduğu halda başından sərnimək üçün su tökərdi ki, susuzluğu gedirtsin. İbn Ömər radiyallahu anhu da neyniyərdi qardaşlar? Suyu, paltarı sulayardı, üstünə salardı sərnimək üçün ki, o canındakı qızışma, susuzluğun hərarəti üstə saldığı sulanmış suyla yüngülləsin. Və bu Allah Azze ve Celle'nin dində qoyduğu rahatlıqdır. Hətta bir insan ağzında çox quraqlıq, dodaqlarında çox quraqlıq hiss eləyərsə, ağzını da su ilə yaxalayıb udmadan geri qaytara bilər. Bu İslam dinin rahatlığındandır. Allah Azze ve Celle bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eyləsin, sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.